Salam değerli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Həzəsonovda, Həzəsonov metrosundan piyada 8-9 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzildir. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görsünüz. Daxil olduqda solda bu hissədə divar içi şkafımız yığılıb. Gəlin içərisini göstərim sizə. Dərinlikdə çox yaxşıdır. Demək olar tam axıra kimidir. Yuxarı hissələr də şkafdır. Girişdə döşəmə, isti döşəmə ilə təchiz olunub, işıqlandırmada spotlardan istifadə olunub, əlavə olaraq gizli işıqlar da yerləşdirilib. Otaqların yerləşməsi sizin nəzərə çatdırım. Girişdən gəldikdə solda mənzilin sanitar qovşaqlarıdır, ayrı-ayrıdır. Burada bir yataq otağı, burada ikinci yataq otağı, qonaq otağı, burada isə mənzilin mətbəxi yerləşir. Gəlin elə başlayaq qonaq otağından, mən bir-bir bütün otaqları sizə göstərim. Bura dediyim kimi mənzilin qonaq otağıdır. Ölçüsü yaxşıdır, genişdir. Yəni təxmini 20-22 kvadrat olar. Burada deməli nə var? Mərkəzdə gözəl lüstr, gizli işıq, spotlar, TV, internet çıxış. Burada nəzərə alınıb. Buradan mənzilin eyvanına da çıxış var və nəzərə çatdırım mənzilin sistemi kombidir. Radiatorlar da qoyulub hazırdır. Bu hissəyə möbil dəstinizi yerləşdirə bilərsiniz. Pərdələr də asılıb, kondisionerin yeri qoyulub hazırdır və keçək vaxt itirmədən digər otaqları göstərim. Nəzərinizə çatdırım ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir. Ona görə mənzilin mətbəx hissəsi burada yığılıb, burada yer ayrılıb mətbəx üçün. Yeni mətbəx mebeli yığılıb, 3 hissədən ibarətdir. Yuxarı hissələr də şkafdır. İçərisini göstərim, dərinlikdə yaxşıdır. Qaz peçi, aspirator qoyulub hazırdır. Burada soyuducunun yeri burada nəzərə alınıb. Paltarların yeri də ayrılıb. Yine burada da spotlardan istifadə olunub işıqlandırmada və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Buradan keçirik mənzilin əsas yataq otağına. Buranın ölçüsü yaxşıdır. Aşağı yuxarı qonaq otağı ilə demək olar eyni ölçüyə malikdir. Ola bilər 2-3 kvadrat az ola bilər. Burada yerləşməyə nəzərə çatdırım. Taxtın yeri bu hissədə nəzərə alınıb. Tavan hissəni göstərim. Lüstr spotlar hamısı hazırdır, yerləşdirilib qaydasındadır. Və buradan yenə eyni ilə bayaq göstərdiyim eyvana buradan da çıxış var. Həm buradan, həm də qonaq otağından çıxış var. TV, internet çıxışı isə burada əks tərəfdə nəzərə alınıb. Bu hissədən də göstərim. Gözəl də divar kağızlarına istifadə olunub mənzildə. Dediyim kimi təzə təmirdir. Təmirdən də sonra mənzildə yaşayış olmuyor. Buradan keçək, mən sizə göstərim mənzilin sanitar qovşaqlarını. Bura kiçik sanitar qovşaqdır. Dediyim kimi bütün aksesuarlarla təmin olunub, hər bir şey var. Tam hazır vəziyyətdədir. Bura isə əsas sanitar qovşaq. İçərisi də çox genişdir, rahatdır. Burada deməli nə var? Duş kabinimiz yığılıb, görsünüz. Bütün aksesuarlar da dediyim kimi qoyulub. İçərisi də genişdir. Moydadır, suşika və buralar da təbii ki, isti döşəmə ilə təchiz olub. Keçək, mən ikinci yataq otağını göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağım. Bura isə mənzilin dediyim kimi ikinci yataq otağıdır. Digər yataq otağından ölçü olaraq balacadır. Yəni buranı istək olun, uşaq otağı kimi də istifadə edə bilərsiniz, böyük yataq otağı kimi də. Yəni istəkdən asılıdır. Burada yerləşmə belədir, TV, internet çıxış. Burada isə taxtın yeri. Belə, mən demək olar hər şey sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzərə çatdırım. Yerləşir Həzəsonovda, Həzəsonov metrosundan piyada 8-9 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Ölçüsü 87 kvadratdır. 16 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir və mənzilin start olaraq qiyməti 194.000 manat təyin olunur. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.